Mənə çox suallar verirlər ki, və Çin avtomobildən sonra necə mən deyirəm artıq Çinə avtomobil istehsalı maraqlı deyil. Artıq Çin belə elektrikli, hibridli təyyarələr istehsal edəcəklər. Hibrid 6 nəfərlik 600 kilometr məsafə qət edə bilən təyyarə. Yəni bu artıq Çin bu mərhələdədir. 6 nəfər götürə bilər. Təqribən qiyməti 2 milyona yaxındır. Xpeng şirkəti 2027-ci ildə artıq bu hava nəqliyyat vasitələrinin istehsalından başlayacağını təsdiq etdi. Bu da ikinci stenddir. Tam elektrikdə hava nəqliyyat vasitəsini təqdim edir Katl şirkəti. Katl şirkəti bildiyiniz kimi elektrikli avtomobillər üçün batareya ilə təmin edir. Bu da maraqdır. Bura minmək istəyirlər, baxmaq istəyirlər, növbədir. Mən inanıram ki, digər stendlərdə də tam elektrikli uçan nəqliyyat vasitələrini görəcəyik.